Esselamu aleykum. İnşallah bugün sizinlə usratin ailə bölümünü paylaşacağım. Yəni əl-usratu ailə deməkdir. Bura yazım. Ailə. İndi isə biz buradan baxaq, görək mətnimiz nədir. Böyüdək mətnimizi. Deməli, burada Əli ilə Ömər arasında dialoqdur. Burada nəydən söhbət gedir? Əvvəlcə ona baxaq. Deməli, Əli sual verir. Daha doğrusu deyir, Əssəlamu aleykum, yəni sənə salam olsun. Və aleykum əssəlam, Ömər də deyir ki, və aleykum əssəlam, sənə də salam olsun. Əli deyir, həzihi suratu usrati. Həzihi qadın cinsində işarə əvəzdə edir. Suratu şəkil deməkdir, usrati mənim ailəm. Bu, mənim ailəmin şəklidir. Ömər deyir, məşallah. Mən həzə, bu kimdir? Burada fikir verin mən sözünə. Burada həzə kişi cinsinə müraciətdir. Yəni, əgər qadından söhbət olacaqsa, həzih olacaq. İndi bu növbəti dialoqda gəlir. Mən həzə, bu kimdir? Yəni, onun cavabı da həz olmalıdır. Həzə validi ədnən, bu mənim atam. Validi, yəni ata deməkdir. Bu mənim atam Adnandır. Və huva mühəndisun. Və o mühəndisdir. Burada da gördüyünüz kimi huva kişi cinsindədir. Çünki ata kişi cinsində olub. Ona görə də biz onun cavabını huva ilə verməliyik. Həzihi validəti. Daha doğrusu Ömər soruşur və mən həzihi, bəs bu kimdir? Cavabı da həzihi ilə olmalıdır. Həzihi validəti. Validəti ana deməkdir. Bu mənim anam Səidətu. Səidədir. Və hiyə tabibətun. Yəni, qadın cinsində olduğuna görə validəti, bunun cavabı da hiyə ilə olmalıdır. Və hiyə tabibətun. O mənim, yəni o həkimdir daha doğrusu. Sonra, və mən həzə, bəs bu kimdir? Həzə əxi, bu mənim qardaşımdır. Yəni, kim? İsa, bu mənim qardaşım İsadır. Və huva talibun, o tələbədir. Və mən həzihi, bəs bu kimdir? Həzihi, yaxınlaşdırım. Həzihi uxti, Ablə. Bu mənim bacım Ablədir. Və hiyə, burada verir, və hiyə müəllimətu və o müəllimədir. Və həzə cəddi, bu mənim babam. Bu mənim babamdır. Və həzihi cəddəti və bu mənim nənəmdir. Məşallah. Burada dialoqlardır. İnşallah ki, hər biriniz üçün faydalı olar.